Salam hər kəsə, hər vaxtınız xeyir olsun. Teleqrama göndərdiyim sualların izahını sizin üçün bu gün çəkmək istədim. Gəlin başlayaq 19-cu sualdan. Hələlik olaraq ilk mövzunun suallarını göndərdim. Bu kitab Dövlət Qulluğunun model suallarıdır. Burdan informatikadan həqiqətən də qəbula təkrar suallar çox düşür son illərin qəbullarında. Deməli, 19-cu sualda bizə deyir ki, mətin fərdi kompüterin yaddaşına ASCII kodlaşdırma sistemi vasitəsilə saniyədə 180 simvol sürəti ilə daxil edilir. Neçə saniyə daxil edilən mətnin informasiya həcmi 22,5 kilobayt olar. Bunu tənasüb yolu ilə də gedə bilərsiniz və yaxud da ki, əgər sürətdən və zamandan söhbət gedirsə, siz H bərabər VT düsturundan da istifadə edə bilərsiniz. H faylın həcmidir, V faylın sürətidir, T isə faylın ötürülmə müddətidir, yəni zamandır. Yəni fizikadan, riyaziyyatdan bildiyiniz orta məktəbdəki S bərabər VT düsturu. Sadəcə burada H bərabər VT deyirik, həcm bərabər sürət vurulsun, sürət sözünü səhv yazmışam, üzrsən. Həcm bərabər sürət vurulsun zaman. İndi baxaq. Deməli, bizim sürətimiz nə qədərdir? Bizim sürətimiz saniyədə 180 simvoldur. Və bu ASCII kodlaşdırma sistemi vasitəsilə saniyədə 180 simvoldur. Biz də bilirik ki, ASCII standartında bir simvol 1 bayt yer tutur. Düzdürmü? Onda təbii ki, 180 simvol nə qədər yer tutar? 180 bayt. Yəni bizim V-imiz, sürətimiz 180-dir. Həcmimiz, H-ımız isə 22,5 kilobaytdır. Bizə deyir ki, neçə saniyəyə daxil edilər bu qədər həcmdə məlumatı? Yəni bizdən T-ni soruşur. Təbii ki, T nəyə bərabərdir? H bölünsün V-yə, həcm bölünsün sürətə. Həcmimiz 22,5 kilobaytdır. Sürətimiz V-imiz isə 180 baytdır. Təbii ki, ölçü vahidlərini eyniləşdirmək lazımdır. Baxın, vahidlər eyniləşməlidir. Biz kilobaytı bayta gətiririk. 1 kilobayt bilirik ki, 1024 bayt idi. Düzdürmü? Baytdan sonra gəlirdi kilobayt. 1 kilobayt 1024 210 bayt idi. Böyükdən kiçiyə, sağdan sola gedəndə vururduq. Öz istəyirəm, nəyə vururduq? Bir aralıq, bir addım varsa vururduq biz nəyə? 1024-ə. Yəni 210-a. Yəni mən 22,5-i vurmalıyam 1024-ə. Bölməliyəm 180-ə. Deməli, 22,5-i biz vursaq 1024-ə. Bizə verir 23.040. Bunu belə desək ki, 2-nin qüvvətlərini parçalayıb ixtisarda eləyə bilərsiniz. Amma bütöv bölə də bilərsiniz. 23.040-ı da bölürəm mən 180-ə. Mənə verir 128. Yəni, sualın doğru cavabı 128. Keçək növbəti suala. Bunu sizin üçün mən skrin edib atmaq istəyirəm həm də qrupa ki, siz eyni zamanda bunu, belə desək ki, videosunu izləyə bilməsəz belə yazılı olaraq da görün. Bir dəqiqə. 19-cu sual və getdik. Gələk növbəti 21-ci suala. Bu da yenə HVT ilə gedəcək. Deməli, baxaq. Yenə printer məsələsidir, sürət məsələsidir. Yenə eyni düsturla gedə bilərik, tənasüblə də gedə bilərik. Deyir ki, printerin çap sürəti saniyədə 1 kilobayt təşkil edir. Yəni, bu o deməkdir ki, bizim sürətimiz, yəni V-imiz 1 kilobaytdır. Və deyir ki, əgər hər səhifədə 48 sətir, hər sətirdə 32 simvol yerləşərsə, ASCII kodlaşdırması zamanı 50 səhifənin çapı üçün neçə saniyə vaxt tələb olunur? Baxın, neçə saniyə deyir. Yəni, bizdən T-ni soruşur. T nəyə bərabər idi? H bölünsün V-yə. Burada həcmi birbaşa verməyib, həcmi bizim tapmağımızı istəyir. Biz də bilirik ki, həcm deyəndə hər bir parametri bir-birinə vurur. Yəni, bütün parametrlər bir-birinə vurulur. Yəni, biz səhifəni vurmalıyıq sətrə, vurmalıyıq simvola. Bizim neçə səhifəmiz var? 50 səhifə. Neçə sətrimiz var?
48. Hər sətirdə neçə simvol var? 32. Məlumat ASCII-də kodlaşıbsa, bir simvol 1 bayt yer tutur. Bölürük və ya, yəni 1 kilobayta. Biz bilirik ki, 1 kilobaytımızda 1024 baytdır. Ölçü vahidləri eyni olmalıdır. 1 kilobaytım 24 bayt kimi göstərdim. Gəlin ixtisarlarımızı aparaq. Yenə 2-nin qüvvəti şəklində də yaza bilərik. 1024-ü 32-yə böləndə 32 qalır. Mən 48 və 32-ni 16-ya ixtisar edirəm. 32-ni 16-ya böləndə 2, 48-i 16-ya böləndə 3. 50-ni 3-ə vururam. Eləyir 150. Bölürəm 2-yə, bu qəbula düşüb. 150-ni də 2-yə bölürəm, sualın doğru cavabı olur 75. Yəni 21-ci sualda doğru cavab oldu 75. Bunu da mən sizin üçün qrupa yerləşdirim ki, istəyən oradan həllini eləsək ki, açıq şəkildə görsün. Gəlir 22-ci sual. Deyəsən, bunu da göndərmişdim, düzdür? 22 və 23. Səhv eləmirəm, bir dəqiqə göndərmişəm bu sualı. Deməli, 20, 19, 23, 22 və 21. Bəli, göndərmişəm. Yaxşı, gəlin baxaq. Deyir, sənəd Unicode kodlaşdırma sistemində verilmiş mətindən və qrafik informasiyadan ibarətdir. Mətin hər birində 40 simvol olan 40 sətri özündə saxlayır. Ağ-qara təsvir 320/160 nöqtədən ibarətdir. Bu sənədin informasiya həcmi neçə baytdır? Deməli, baxın. Bizim mətnimizdə həm mətin var, həm də şəkil var. Bilirsiniz ki, informasiyanın 7 növü var. Mətin, qrafiki, audio, multimedia və s. və s. Və hər biri kompüterin yaddaşında fərqli şəkildə kodlaşır və hər birinin də həcmi təbii ki, fərqlidir. İndi biz nə iş görürük? Deməli, mətnin həcmini ayrı şəkildə hesablamağa çalışırıq. Təbii ki, belə desək ki, şəklin də həcmini ayrı şəkildə hesablamağa çalışırıq. Ayrı-ayrı hər birini hesablayacağıq. İndi baxaq. Bizim Unicode-da olan bir mətnimiz var. Mətnimizdə səhifə sayını bilmirik. Səhifə sayı verilmir. Sadəcə bir mətindir, şəkildən mətindən ibarətdir. Baxın, bir mətindir. Həm burada şəkil var, həm də belə mətinlər var. Mətnimizin həcmini necə tapırıq? Bizim 40 sətrimiz var. Hər sətirdə 40 simvol var. Və məlumat Unicode-da kodlaşıbsa, bilirik ki, Unicode-da bir simvol 2 bayt və yaxud da ki, 16 bit yer tutur. Və bunun həcmini bu şəkildə hesablayırıq. Yəni 40 vurulsun 40 vurulsun 2. Təbii ki, bu da bizə verir 3200 baytı. Düzdürmü? İndi baxaq qrafiki faylın, yəni şəklin həcmini hesablamağa. Biz bilirik ki, şəkillər, yəni qrafiki fayllar ibarətdir nöqtələrdən, piksellərdən və hər bir pikselin də ki, təbii ki, öz həcmi var. Bunu da biz n bitlə götürürdük. Yəni qrafiki faylın, qrafiki təsvirin həcmini tapanda piksellərin, nöqtələrin sayını vururduq bir pikselin həcminə. Aydındır. İndi baxaq. Bizim piksellərimiz, nöqtələrimiz 320/160-dır. Yəni ekranın enində və uzunluğunda bu qədər nöqtə var. Demişdik ki, əgər ağ-qara təsvir deyirsə, monoxrom təsvir deyirsə, o zaman biz bir pikselin həcmini 1 bit götürürdük. Ağ-qara təsvir qəbula hədsiz çox düşür. Ağ-qara təsvir monoxrom deyirsə, biz bir pikselin həcmini 1 bit götürürük və piksellərin sayını vurduq 1 bitə. Bizə deyir ki, bu neçə baytdır? Biz bunu bayta çevirməliyik. Biz bilirik ki, bitdən də bayta keçəndə 8-ə bölürük. Çünki bilirsiniz də 1 baytımız 8 bitdir. 2 ölçü vahidindən də böyüyə keçəndə bölürük. İndi mən 160-ı 8-ə böldüm. Mənə verdi nə? 20. Mən 320-ni də vururam 20-yə. Təbii ki, nə olacaq? 6400 bayt. İndi bu məlumatın ümumi həcmini, sənədin ümumi həcmini istəyir bizdən və baytla istəyir. Təbii ki, biz sənədin ümumi həcmini tapanda 3200 baytla toplayırıq 6400 baytı. Bunu da toplasaq bizə verəcək 9600 bayt. Yəni, sualın doğru cavabı 9600 bayt. Bax belə. Nəhayət gəlin Telegramdakı sonuncu sualı izah edim. 23-cü sualı sizin üçün izah edirəm. O sualı göndərmədim sizə. Eyb yox, ekranı skrin edib ataram mən sizin üçün.
Gəlin baxaq. Deməli, deyir, hər bir simvolun Unicode kodlaşdırma sistemində yığıldığını nəzərə alaraq uyğunluğu müəyyən edin. Biz bayaq dedik ki, Unicode kodlaşdırma standartında Unicode ASCII-nin 2 qatıdır da. Bir simvol 2 byte və yaxud da ki 16 bit yer tutur. İndi baxaq, bu tip sual qəbula düşüb. Gəlin birinci üçün uyğunluğu təyin etməyə çalışaq. Bizim 512 simvolumuz var. Buna əgər biz byte-la hesablamağa çalışsaq, bizdə nə olmalıdır? Unicode-da bir simvol 2 byte-dır. 512-ni 2-yə vuranda bizə verir 1024 byte. Yəni, buna da uyğun gəlir D variantı. Yəni, 1-ə mütləq ki, D olmalıdır. Ona görə tez siz A variantını silirsiniz, C variantını silirsiniz, Y variantını silirsiniz. İndi baxaq. Bunu həm də bitlə hesablayaq. Unicode-da bir simvol 16 bitdir. 512 simvolu vururam 16 bitə. Bilirsiniz ki, 512 2 üstü 9-dur, 16 isə 2 üstü 4-dür. Vuranda üstlər toplanır, bizə verir 2 üstü 13-ü. 2 üstü 13-də bilirik ki, 8192 bitdir. Yəni, görürük ki, 1-ə həm də A da uyğundur. Və artıq avtomatik cavab çıxır. 1AD D variantındadır birdən, amma yenə də gəlin digərlərinə də baxaq. Bu bizim birincimiz. İndi keçək ikinciyə. Deməli, ikincidə bizdə simvol sayı nə qədərdir? 1536. Bunu byte-la tapırıqsa, vururuq 2 byte-a. 1536-nı vuranda 2-yə nə verir bizə? Bizə verir 3072 byte. Görək 3072 byte varmı? Xeyr, yoxdur. Amma biz bilirik ki, 3072 byte 3 kilobaytdır. Bilirsiniz də, byte-dan kilobayta keçəndə 1024-ə bölmək lazımdır. 3072-ni 1024-ə böləndə bizə verir 3 kilobayt. Yəni, bunu artıq bu qəlibləri əzbər bilməlisiniz ki, məsələn, 3072 byte 3 kilobaytdır və yaxud da ki, 4096 byte, mən bu 1024-ü yaza bilmədim. 4096 byte 4 kilobaytdır və s. 2-yə uyğundur C variantı. Sonra, deməli, baxaq. Bir də bitlə də hesablayaq. Deməli, 1536-nı mən vururam nəyə? 16-ya. Deməli, 1536-nı da biz vursaq 16-ya, bizə verəcək 24576 biti. Yəni, bitlə hesabladım bir də 24576 bit. Yəni, suala uyğun gələcək, 2-yə uyğun gələcək, həm də B variantı, BC. Qoy, belə yazaq, BC yazaq. İndi gəlin üçüncüyə baxaq. Üçüncüdə 2048 simvol var. Byte-la bir simvol 2 byte-dır. 2048 2 byte-a vuranda bizə verir 4096 byte-ı. Düzdürmü? Görürük ki, variantlarda buna uyğun bir şey yoxdur. Gəlin, indi bitlə ifadə edək. 2048-i vururuq 16 bitə. Bilirsiniz ki, 2048 2 üstü 11-dir, 16 isə 2 üstü 4-dür. Vuranda üstlər toplanır, olur 2 üstü 15. 11 ilə 4-ü topladıq. 2 üstü 14-də, 2 üstü 15-də bizə verir 2 üstü 15, 32768 biti. Bunu əzbər bilməlisiniz 2-nin qüvvətlərlə. Deməli, 2048 simvol Unicode-da 32768 bit elədi, yəni 3-ə də uyğun gəldi Y variantı. Beləliklə, sualın doğru cavabı oldu D variantı. Nəhayət ki, Telegramda göndərdiyim sualların izahını sizin üçün mən vermiş oldum. İndi növbəti hər bir suallarda da mən sizə gün sonunda hər birinin izahını çəkəcəm. Ümid edirəm ki, faydalı başa düşülən olar. Hər hansı bir sual sizin üçün qaranlıq qalırsa, mütləq ki, onu deyin, mən sizin üçün yenidən izah edim.